Salam əziz və dəyərli izləyicilər, hər birinizi xoş gördük. Belə ki, dünəndən bu günə artıq ölkədə gündəmi silkələyən bir mövzu var. Əli Əsədovun biznes imperiyasının yayılması ilə bağlı xəbərlər mövcuddur və bütün bu hallar qarşılığında hələ də təksib xarakterli hər hansı bir açıqlama verilmir. Bununla bağlı Azərbaycanda yerli mətbuat kifayət qədər yazılar dərc edib. Demək olar ki, Azərbaycan mətbuatı iki qismə bölünür. Bir qism Əli Əsədov tərəfindən çıxış etsə də, digər qism Əli Əsədovun vurulması prosesində iştirak edir. Belə ki, qarşıma maraqlı bir yazı çıxdı. Həmin yazını istədim ki, sizlərlə bölüşüm. Bakı Post az saytı bu barədə geniş bir məqalə hazırlayıb. Məqalədə belə bir söz keçir ki, ümumi mənzərə çox acınacaqlıdır. Bəli, həqiqətən də hal-hazırki mənzərə acınacaqlıdır. Bugün baş nazir Əli Əsədovla bağlı mediada yayılan məlumat böyük ictimai reaksiya doğurub və geniş müzakirələr yaradıb. Çünki məqalədə Əli Əsədovun biznes imperiyası və külli miqdarda varidatının bir qismi ünvanlarına qədər göstərilir. Bu isə sıradan hadisə deyil. Faktların yayılmasından keçən müddət ərzində Əli Əsədov ittihamlarla bağlı heç bir açıqlama verməyib. Eyni zamanda Nazirlər Kabineti də məsələyə aydınlıq gətirmək istiqamətində heç bir addım atmayıb. Bu da əslində nə baş verdiyinin sualını önə çəkir. Ümumi mənzərə acınacaqlıdır. Azərbaycanda Nazirlər Kabineti böyük ölçüdə iqtisadi siyasi həyata keçirən orqandır və baş nazir xüsusilə prezidentin bu sahədəki göstəriş və tələblərini icra eləməlidir. Bəs Azərbaycanın hazırki iqtisadi vəziyyəti necədir? Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə baxaq. 2026-cı ilin rübündə yanvar-mart aylarında ölkədə ümumdünya məhsul 29 milyard 703 milyon manat təşkil edib və bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azalma deməkdir. Eyni dövrdə neft-qaz sektorunda 1,2%lik geriləmə qeydə alınıb. Qeyri-neft iqtisadiyyatında artıq cəmi cümlətani 0,2% deməkdir. Bu, qeyri-neft sektorunun inkişafının periyod seçən ölkə üçün olduqca zəif göstəricisidir. Ekspertlər də Cənubi Qafqaz ölkələrində Gürcüstanda 6-7%, Ermənistanda 4-5% artım qarşılığındakı Azərbaycandakı həddən artıq aşağı iqtisadi göstəriciləri həyəcan kimi qəbul edirlər. Bu, birbaşa Nazirlər Kabinetinin qarşısına qoyulan tələbin yerinə yetirilməməsi deməkdir. Başqa sözlə desək, Əli Əsədov vəzifəsinin öhdəsindən gələ bilmir və bu da təəssüf ki, hamısı deyil deyə saytda yer alıb. Əziz və dəyərli izləyicilər, qeyd edeyim ki, burada yazılan hər hansısa fikirlər Mərkəz TV-nin rəsmi mövqeyi deyil. Detalları aydınlaşdırmaq üçün məqalədən bəzi parçalara diqqət yetirək. Hansı ki, Qafqazinfo saytı Əli Əsədovla bağlı araşdırma yazısı paylaşıb və həmin saytın məqaləsindən olan bəzi detalları diqqətə yetirək. Azərbaycan Respublikasının baş naziri Əli Əsədov hələ prezident administrasiyasında şöbə müdiri vəzifəsində çalışarkən adı biznes məsələlərində hallanan məmurlardan biri olub. Burada məsələ təkcə baş nazirin var dövləti ilə bağlı deyil, onun idarəçiliyi və hakimiyyətdə sevmədiyi vəzifə sahiblərinə qarşı davranışı da ciddi araşdırma mövzusudur. Keçmişdə maraqları toqquşan bir məmurun digər qarşı media kompromatlara ötürülməsi, onu gözdən salması geniş yayılmış praktik olub. Prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun sadiq silahdaşı Əli Həsənov bu təcrübənin ideoloqları və flaqmanları kimi az qala bütün məmur korpusunu təzyiq altında saxlayıblar. İllər keçdikcə, idarəçilikdə dərin islahatlar həyata keçirildikcə bu ənənəyə də son qoyulduğunu demək istərdik. Lakin çox təəssüf ki, hazırki baş nazirin praktikasında belə hallar da var. Əli Əsədov bəzi sevimli jurnalistlər vasitəsilə hətta Nazirlər Kabinetinin qapalı iclaslarında müzakirə olunan məsələləri azdırmaqla ictimailəşdirir və kimləri isə hədəfə gətirməyə çalışır. Böyük bir vəzifə sahibi heç də düşünmür ki, Azərbaycan balaca bir ölkədir və kimin nə ilə nəfəs aldığını, nə iş gördüyünü, kimin kiminlə təmasda olduğunu aydınlaşdırmaq üçün elə də böyük bir qüvvə sərf etməyə ehtiyac yoxdur. Məqalədə bu iki hissənin əksinə tapması o deməkdir ki,
Əli Əsədov üzərinə düşən missiyanı yerinə yetirmək, ona tapşırılan vəzifənin öhdəsindən gəlmək, prezidentin etimadını doğrultmaq əvəzinə məqalədə xüsusilə vurğulanır. Onun öz səlahiyyətlərini necə icra etməsi, yəni peşəkar fəaliyyəti başqa məqalənin mövzusudur. Biznesini inkişaf etdirməklə, sevmədiyi adamlara qarşı isə kampaniya aparmaqla məşğuldur. Sevmədiyinə qarşı kampaniya aparanlar hazırda barəsində vətənə xəyanət ittihamı ilə cinayət işi aparılan Ramiz Mehdiyev və prezident aparatının sabiq şöbə müdürü Əli Həsənovdur. Bu məqalədə də açıq şəkildə bildirilir. Əli Əsədovun nümunəsi Azərbaycanda formalaşan yeni məmur obrazına uyğun gəlmir və köhnə ənənənin qalığı kimi dəyərləndirilə bilər. Hər halda ortada dövlət başçısının tələbləri, göstərdiyi çərçivə var və kimliyindən, hansı postu tutmasından asılı olmayaraq heç kim yeni dövrün standartlarından kənarda qala bilməz. Yəni, Əli Əsədov, Ramiz Mehdiyev, Əli Həsənov prinsipi ilə işləyən kadrdır. Yada salaq ki, Əli Əsədov 2012-ci ildə 2017-ci ilə qədər Ramiz Mehdiyevin müavini olub. 2017-ci ildən 2019-cu ilə qədər isə prezident aparatında iqtisadi məsələlər şöbəsinə rəhbərlik edib. 2019-cu ilin 8 oktyabrından prezident aparatından Nazirlər Kabinetinə baş nazir olaraq gedib. Bu təyinatdan 15 gün sonra isə Ramiz Mehdiyev prezident aparatındakı vəzifəsi ilə vidalaşıb. Görünür, Ramiz Mehdiyevin rəhbərliyi altında illərlə işləməsi Əli Əsədovun fəaliyyət prinsipinə və xarakterinə də təsir edir. Hansı dəyişikliklər ola bilər, deyə yazıda sual olunur. Məqalənin ardığı gözlənilir və çox güman ki, bu təkcə Əli Əsədovun siyasi karyerasının bitməsi ilə yekunlaşmayacaq. Məsələ ondadır ki, Əli Əsədov və onun rəhbərlik etdiyi bürokratik aparat Nazirlər Kabineti Azərbaycanda yeni reformun inkişafına əngəlləməklə yanaşı paralel sistem kimi fəaliyyət göstərməkdədir. Hazırda Azərbaycanda idarə etmə modelinin transformasiyası prosesinin önündə dayanan strukturlardan biri də Nazirlər Kabinetidir. 2017-ci ildə Azərbaycanda referendum keçirildi və vitse-prezidentlik institutu yaradıldı. 2017-ci il 21 fevralda isə ölkənin birinci vitse-prezidenti vəzifəsi təyinat olundu. Vitse-prezidentlik institutunun yaradılması zamanı nümunə olaraq həm də ABŞ götürülmüşdür. Amerika Birləşmiş Ştatlarında isə baş nazirlik institutu yoxdur. Başqa cür desək, Azərbaycanda referendum keçirilib, vitse-prezidentlik institutu yaradılıb, eyni zamanda paralel hökumət başçısı funksiyasını daşıyan köhnə struktur qalmaqdadır. Artıq 10-cu ildir ki, ölkədə birinci vitse-prezidentlik institutu yaradılıb və mükəmməl də fəaliyyət göstərir. Ancaq iqtisadi islahatları həyata keçirən struktur kimi baş nazirlik qalmaqdadır və baş nazirliyin əslində iqtisadi fəaliyyətlə deyil, şəxsi biznes imperiyasını böyütməklə, hakimiyyət daxilində nifaq yaratmaqla məşğul olduğuna bugün açıq şəkildə üsyan edildi. Əli Əsədovun Nazirlər Kabinetinə rəhbərlik etdiyi müddətdə Azərbaycanın iqtisadi göstəriciləri getdikcə aşağı düşüb və təəssüf ki, bugün Qafqazın lider ölkəsi olsaq da, iqtisadi artım baxımından Gürcüstan və Ermənistan bizi bir neçə dəfə qabaqlayır. Azərbaycanda 10 ildir vitse-prezidentliyə, 5 ildir prezidentin xüsusi nümayəndəliyinə keçid edir. Doğrudur, prezidentin xüsusi nümayəndəliyi hələlik anayasada təsdiq olunmayıb. Ancaq eyni sözü vitse-prezidentlik haqqında demək mümkün deyil. Bu baxımdan paralel struktur Əli Əsədov faktiki olaraq iki hakimiyyətlilik yaradır. Azərbaycan xüsusilə 2020-ci il müharibəsinin qələbəsindən sonra idarə etmənin çevikləşməsi, modernləşməsi prinsipini əsas götürüb formallığın və paralel, bir-birini təkrarlayan və bir-birinə eyni zamanda iqtisadi inkişafa mane olan sahibkarlıq subyektinə problem yaradan qurumlardan yaxa qurtarmaq və struktur islahatının dərinləşməsi hazırda prioritet hesab edilir. Struktur islahatının dərinləşməsini istəyir isə faktiki olaraq köhnə nomenklatur, paralel hökumət fəaliyyətini davam etdirən NK-dan yaxa qurtarılmalıdır. Bu baxımdan Əli Əsədovun Azərbaycanın sonuncu baş naziri kimi arxivləşəcəyi qaçınılmazdır. O ayrı məsələdir ki, Əli Əsədov arxivə verilməzdən öncə istisinə illərdir qızındığı manqalların
NK-nın bacasından çıxan tüstüsünə cavab verməli olacaq deyə yazıda bildirilir. Əziz və dəyərli izləyicilər, bizi izlədiyinizə görə təşəkkür edirəm. Videonu maksimum bəyənib paylaşmağı, şərhinizi yazmağı sizlərdən xahiş edirəm. Sağ olun, salamat qalın.